Yaxşı. Türk dillərində olan 20, 30, 40, 50, 60, 70, 80, 90 sayları necə formalaşıb? Əmin olun ki, dilçilər bu saylar haqqında konkret bir fikir deyə bilməmişdi. Məsəl üçün 20-ni yığmaq kökü ilə, 30-u od kökü ilə əlaqələndirməyə çalışmışdılar. Əslində isə 20, 2 və 10 sözünün birləşməsindən yaranmış bir sözdür. Baxırsınızmı, mən bu cədvəldə 10 sözünün əski türkçəsinin 10 və onun da əslində yuxarı mənasına gələn u kökünün birləşməsindən ummu kökündən, daha sonra ommo kimi deyildiyini və daha sonra m səsindən n ayrılması ilə o onno kimi də deyildiyini qeyd etmişəm. Və beləliklə əslində 20 sözün formalaşması türk dillərində 2 və 10 kökünün birləşməsi ilə əlaqədardır. 30 sözü isə 3 və az çoxluq bildirən cəm şəkilçisinin birləşməsi ilə əlaqədardır. Yəni 30 əslində üçlər deməkdir. Bu hansı cəm şəkilçisidir? Artıq qeyd etdiyim kimi ilk dildə issi ayrılma qırılma kökündən is az mənasında söz formalaşdırmışdı və dolayısıyla is kökünün saytı sağa keçən kökündən sa hissəsi isə azın ziddi mənasında za kökünə çevrilmiş və daha sonra bu şəkilçiləşmişdir. Və biz s cəm şəkilçisini türk dillərində olduğunu, şəxs əvəzliklərinin cəmini formalaşdırdığını, eynilə ingilis dilində cəm şəkilçisi kimi qarşımıza çıxdığını görürük. Yəni demək ki, dilçilərin qeyri-müəyyən dediyi şəkilçi əslində cəm şəkilçisidir və 30 demək ki, 3 və az kökü ilə bağlıdır. Lakin biz 40 sayına baxdıqda bunun rəqəm ilə bağlı olmadığını görürük. 40, qırxmaq sözündəndir. Yəni ki, körpələrin doğulmasından 40 gün sonra onun saçının, dırnağının qırxılmasından saya uyarlamışlar. 50 sözü isə 6 əltək sözündə olduğu kimi əllər deməkdir.